lazım deyil. Hansısa fal və s. elə şeylər gedib ulduza baxmaq. İnsan həyatı Allah Taala qədərdə yazıb. O ulduzla həyat qurulmur axı. Ona görə müsəlman o cür məsələlərə inanmamalıdır. Yəni Allah Subhanahu taala ulduzları 3 şeyə görə yaradıb. Həm cinləri qovmaq üçün, həm səmanı bəzədib, həm də qabaq karvanlar üçün yoldur. İstiqaməti göstərir. Qabaq dənizdə, karvanlar səhrada və s. Qabaq belə deyildi axı, təyyarə yox idi. Cəmaət yolla, ulduzlarla gedirdilər. Gecə, həmçinin nəinki biz, hətta heyvanlar. Heyvanlar üçün də. Çünki heyvanlar, məsələn, adı quşlar. Onlar demək olar ki, axşam uçurlar. Axşamlar, səhərlər yox. Səhərlər istirahət edirlər. Amma axşamlar onlar uçurlar. Necə gedirlər, necə tanıyırlar? Allah Subhanahu taala onları belə xəlq eləyib ulduzları yolu göstərmək üçün.